Bir gün Ömer ibn Xəttab, Allah ondan razı olsun, Resulullahın sallallahu aleyhi ve sellemin evine geldi. Allah Resulü yerde yatırdı. Yerle onun arasında həsirdən başqa heç bir şey yok idi. Ömer ibn Xəttab Resulullah'a baktı ve ağlamaya başladı. Allah Resulü dedi ki, "Ya Ömer, neden ağladın?" O dedi ki, "Ey Allah'ın elçisi, senin bu halini gördüm ve sonra ağlıma Roma imperatorunun, İran imperatorunun en yaxşı rahat ipəkdən düzəldilmiş yataqlarda yattıkları ağlıma geldi." Sonra yine dedi ki, "Sen Allah'ın elçisisən, en hörmətli ve en çok sevgiye layık olan insan oğlusan ve yerde hiçbir şey olmadan narahat bir şekilde yatırsan." Beləcə Rasulullah Ömərə bunları öyrətdi. Beləcə bizim ilk amacımızın nə olduğunu öyrənə bilərik. Yolumuz hara gedir öyrənə bilərik. Sonra Rasulullah belə davam etdi. "İstəməzsənmi ey Ömər? İstəməzsənmi dünya onların olsun, ahirət bizim? Ey Ömər, biraz önce bəhs etdiyim bu kralları, imperatorları ve onlar kimlərini xoşbəxt zənn etmə. Allah Subhanahu Teala onlara bu dünyanı verdi. Buna karşılık olarak bize cenneti verdi. Onların bu utanç verici dünyanı almalarını xoşbəxtlik zənn etmə ey Ömər. Bu ucuz dünyanı almalarını xoşbəxtlik zənn etmə ey Ömər. Bil ki Allah Subhanahu Teala buna karşılık olarak bize ağacları altından çaylar axan ve her bir rahatlıq ve gözəlliklərlə əhatə olunmuş cənnətlər verdi. İman əhli bu dünya için yaşamaz. Bu dünya için yaşamaz. Bu dünyada ahiret için yaşar. Bu dünyanın uğruna yaşamaz. Ve bil ki dünyada sırf dünya için yaşayanların çoxluğunu görəcəksən. Bir de bu dünyada sadece ahiret için yaşayanlar vardır. Bu ikisi arasında böyük fərq vardır. Bir gün İmam Əhməddən rahmehullah belə soruşdular. "Ya İmam, ne zaman dincəlməyə gedəcək?" O dedi ki, cənnətə girdiğimiz zaman dincələcək. Allah Subhanahu Teala buyurur, "Sözsüz ki müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar. Onlara deyiləcək, oraya sağ salamat ve güvən içində girin. Ey Rəbbimiz, səni en güzel təriflərlə tərif edirik. Bizi bağışla. Mərhəmətinlə cənnətinə sakin et." Cənnət. Cennet ne kadar güzel, içecekleri ne kadar güzel ve serindir. Dinle ey Allah'ın kulu. Allah'ın bizi çağırdığını duymursan mı? Allah Subhanahu Teala belə buyurur axı. Onlara orada heç bir yorğunluq toxunmayacaq ve onlar oradan çıxarılmayacaqlar. Artık oyan. Oyan ey Allah'ın kulu. Allah'a ibadet etməyin yatmaqdan ne kadar güzel olduğunu anla. Bil ki, cənnət həsrətiyle yaşayanlar tez bir zamanda ora qovuşacaqlar. Allah Subhanahu Teala belə buyurdu. Bəzi üzlər o gün Rəblərinə baxarkən gözəllik və parıltı ilə işıq saçacaqlar. Tələs o gün yer başqa bir yerlə, göylər də başqa bir göylə dəyişdiriləcək. Ve insanlar tək və qahhar olan Allahın huzuruna çıxarılacaqlar. Tələs ey Allahın qulu. Tövbə etməyə tələs.